Bax, sosial şəbəkələrdə ümumi nəzərdən keçirsək, siz daha yaxşı bilirsiniz, deməli, kontentlərin deyək ki, 70% mənfidirsə, zərərlidirsə, 30% kanallar, sayfələr var ki, davamlı şəkildə faydalı kontentlər paylaşır. Məsələn, sağlamlıqla bağlı kanallar var. TikTokda da var, Facebookda da var, Instagramda da var, hamısında. Deməli, elmi kanallar var, öyrədici kanallar var, hətta texniki şeyləri öyrətmək, kurslar var, çox sayda dil öyrənməkdən tutmuş, çox sayda belə maraqlı materiallar var. Bəzən də bizim milli filmlərimizdən, xalq mahnılarımızdan paylaşan kanallar var. Yəni, bu faydalı kanallara baxış daha azdır, amma zərərli materiallara baxış daha çoxdur. İndi yəni belə çıxmırmı ki, bu ölkənin ziyalı təbəqəsi, intellektual təbəqəsi uduzur, o biri tərəfə uduzur. Bunların uduzmağının səbəbkarı xalqdır, əhalidir. Çünki o əhali bu biri tərəfə, bu 30%-ə daha çox baxsa, bunlar önə çıxacaqdır, trenddə bunlar olacaqdır. İndi isə onlar çox baxıldığına görə trenddə onlardır. Biz də uşağın əlinə telefonu verəndə, uşaq bir yerə girəndə avtomatik onlar gələcək, çünki trenddə onlardır. Deməli, biz bu məkanı onlara təhvil veririk. İndi sizcə nə etmək olar ki, bax, jurnalistlər, ictimai xadimlər, ziyalılar, yazıçılar, bu təbəqə sosial şəbəkələrdə nə etmək olar ki, o biri tərəfə üstün gəlsin, çoxluğu ələ keçirsin? Baxın, Elçin müəllim, sosial şəbəkələrin mən hamısını nəzərdə tutmuram. Məsələn, YouTube sosial şəbəkəsi var, məsələn, platforması var ki, onun YouTube Kids də var. Bəli, uşaqlar üçün. Uşaqlar üçündür. O YouTube Kids-də, yəni 16 yaşdan yuxarı heç nə tapa bilməzsiniz. Yəni uşağın o proqramı və bəzi valideynlər tanıyıram, ətrafında insanlar var ki, görürəm ki, uşağı verəndə ümumi YouTube yox, YouTube Kids-ası. Bunun bir yolu, bir həlli yolu bu formada eləmək olar. Yəni digər bir sosial şəbəkələrdə də, ən azından məsələn, onsuz da məşhurdur, mənim ehtiyacım yoxdur, o adını çəkməyinə, reklamdan ehtiyacı yoxdur, TikTok sosial şəbəkəsi. Ən məşhurudur. Instagram, bunlar ən məşhurdur. Burada bunu eləmək olar. Bunu eləmək olar. Bu birinci tərəfi. İkinci tərəfi də ki, unutmayın, bu sosial şəbəkələr süni intellektlə, insan beyninə hərəkət edir. Algoritmlər qurulub. Bəli. Və uşağın əgər beynində avtomobil yarışlarına baxmaqdırsa, Elçin müəllim, onu o avtomobil yarışlarından uzaqlaşdırmadan, həm fiziki, həm necə deyim, beyni olaraq bunu uzaqlaşdırmadan, harısı şeydən, harasa girsən, hansı platformda görsə, o avtomobil yarışı görəcək. Algoritm baxır ki, ümumiyyətlə necə verir də trendləri, sənə göstərişləri. Görür ki, sən daha çox nəyə baxırsan, ona uyğun materiallar gəlir sənə. Uşaqların maraq dairəsini dəyişdirmək, hətta ümumiyyətlə maraq dairəsini yaxşı şeyə görə daha da genişləndirmək lazımdır. Yaxşı, bax, bu ziyalı təbəqə, intellektual təbəqə nə cür eləyə bilər ki, bu sosial şəbəkələrə üstünlüyü əl alsın. Bunların materialları daha çox baxılsın, faydalı məsələlər üstünlüyü qazansın, o birilər kölgədə qalsın, sıradan çıxsın. Nəsə etmək olar mı bundan bağlı? Cəmiyyətlə bağlı olaraq, cəmiyyət bunu ancaq himayəsində olan uşaqlara özləri birbaşa olaraq tamı-tamına güclü nəzarət və dövlət də, o cəmiyyətin etdiyi nəzarətdə əlavə dövlət də həmin şeylə həddlər qoyulmalıdır. Bu uşaqlarla bağlı tərəfidir. Mən ümumiyyətlə deyirəm ki, ümumiyyətlə böyüklərlə bağlı da bu zərərli kontentlərin kölgədə qalması, faydalıların daha çox önə çıxması üçün bu adamlar nə edə bilər? Məsələn, bu ziyalılar, fonlar nə cür işləməlidir, nə etməlidir ki, onlara daha çox baxılsın? Elçin müəllim, hal-hazırda sizin dediyiniz sualın mövzusunda düzsün nədir cavab olaraq? Yəni, azlıq çoxluğa tabidir bu dəqiqə. Odur. Yəni, hər şəxs özü, siz, mən, digərləri, özü, yəni bu şeylərə, məsələn, qalmaqala yox, sağlamlığa baxmalıdır ki, o yəni yön dəyişsin. İnsan beynini, məsələn, mən götürək bir başqasının beynini dəyişdirə bilmərəm. İnsan özü bu şeylərə, ümumilikdə bəlkə ümumi bir nəzarət olunsa, hədd qoyulsa, önə çəksə, o da mümkünsüz bir şeydir. Və bu sosial şəbəkələr bunun üçün yaradılıb ki, insanlar, məsələn, öz ixtiralarını, öz bazarlıqlarını tanıtsınlar. Çox gözəl bir şeydir, çox gözəl bir dövr üçün yaxşı bir şey. Bunun maraqlı bir formada eləsələr daha çox baxılar. Bəli, bunu bir maraqlı formada, bunun mənasını dəyişmək, formasını dəyişmək, məsələn, əyləncə formasını dəyişmək, məğzini dəyişmək olar bunun. Bunu qalmaqala çevirib, məsələn, reyting qazanmaq, bunu əxlaqsızlığa çevirib reyting qazanmaq, yəni eləmək lazım deyil. Elə etmək lazımdır ki, asanda yox da, bu asan tərəfidir. Çətinindən mürəkkəb həll eləmək lazımdır. Sadə onsuz da sadədir. Baxın, bəziləri, məsələn, bu
sosial şəbəkələrdən, internetdən istifadənin ağıllı tərəfləri necədir? Bəziləri özləri və uşaqları bu kanalları tapırlar. Məsələn, uşaqlarını qoyurlar onun qabağına, deyirlər ki, bax, burada əl işləri öyrədir. Real kanallar var, nəyə necə düzəltmək lazımdır. Burada dil öyrədir, burada uşağın vaxtı yenə də sosial şəbəkədə və ya internetdədir, amma artıq faydalı kontentə yönəlir. Elə insanlar özləridir. Mən bir dostum var, deməli, demək olar ki, öz avtomobilini, hər şeyini özü dəyişir, təmir eləyir. Deyir ki, mən bunun hamısını internetdən öyrənmişəm. Göstərirlər, deyir, orada real. Bunu necə dəyişirlər, bunu necə təmir eləyirlər. Deməli, bu adam artıq buradan faydalı bir şeyə istifadə edir öz üçün. Başqaları da bunu eləyə bilər, amma vaxtını mənasız, boş-boş şeylərə sərf edirlər, həm cəmiyyətə zərər vururlar, həm özlərinə zərər vururlar. Elçin müəllim, bir ağlar danışdım, uşaqlar gördünüz, bəs böyüklər. Məsələn, əksər qabağımıza çıxan, mən dəfələrcə sosial şəbəkələrdə baxıram, qabağıma çıxır, sosial şəbəkədə oturub yemək yemək. Bu nə dərəcədə düzgündür? Bu nə dərəcədə düzgündür? Birincisi, süfrə mədəniyyəti. Etik deyil ən azından. Bəli, etik deyil. Süfrənin süfrə mədəniyyəti var. Süfrənin qarşısında yığılar və sağ əlin verdiyindən, solun verdiyindən xəbəri olmamalıdır. Bəlkə birinin evində hansısa bir ərzaq yoxdur. Bəlkə birinin nəfsi çəkir. Bunu, Elçin müəllim, bunu qıraqda yeyib, sonra da canlı yayını aça bilməz ki, bu qədər çətin bir şeydir. Bu artıq tamam bir absurddur.